Ermənistanca axı. Bəlkə də Rus general konsulu sizə yardım göstərə bilər. Mümkün olduqca mən çalışaram. Bəlkə sizi konsulun yanına da apara bildim. Çox təşəkkür edirəm. Bu atlılar kimdir? Bunlar mülkdarlarla xanların atlılarıdır. Bunlar mülkdarların əmri ilə silah altına yığılan kəndlilərdirlər. Hər kəsin atı özünündür. Silahlar isə ağanın. Atların və atlıların gündəlik məsarifinə gəldikdə, olduqları və getdikləri yerlərdə rəiyyətlərin öhdəsindədir. Mülkdar və xanlar bunları nə üçün saxlamışlar? Bunlar ağaların kənd üzərindəki hüququnu müdafiə edir. Məcburi vergiləri və fövqəladə qanunları həyata keçirir, kəndli üsyanlarını boğur. Eyni zamanda da qonşu mülkdarla ixtilaf çıxdığı zaman müsəlləh vuruşmaya da çıxırlar. Bəs hökumət buna nə deyir? Hökumət bunların özüdür. Çünki torpaq da, rəiyyət də bunların ixtiyarındadır. Hazırki inqilab bunun üstündəmi gedir? İnqilabın səbəbləri ilə çox tanış deyiləm. Ehtimal ki, başlıca səbəblərdən biri də budur. Elədirsə, inqilab hərəkatı çox güclü və mütəşəkkil bir sürətdə getməlidir. Çünki kütlə çox böyükdür. Böyük qız Ninanın sözünü kəsib qəti bir baxışla sözə başladı. Hər cah vuruşmalar torpaq üstündə isə çox uzun çəkəcəkdir. Bu ixtilaf Avropada çox uzun bir zaman hökm sürmüşdür. Lakin bu yerin şəraitini bilmədiyim üçün bu xüsusda yenə də qəti bir söz deyə bilmərəm. Torpaq məsələsi burada bambaşqadır. Torpaq üstündə başlanan bu hərəkatın boğulmasına yalnız mülkdarla hökumət deyil, eyni zamanda ruhanilər də kömək edirlər. Ruhaninin torpaqla nə kimi əlaqəsi vardır? İranda ruhaninin özü də mülkdardır. Bunun üçün də mülkdar və müstəhidlər hər bir torpaq hərəkatının boğulması işində birinci rol oynayırlar. Belə bir şəraitdə ortalıqda ikən torpaq üstündə heç bir inqilab ola bilməz. Çünki kəndlilər də avamdır. Kəndlilərin bir çoxu yalnız torpaqla deyil, din və əqidə cəhətincə də mülkdar müstəhidlərə bağlanmışlar. Dinin pərdəsi gözlərini elə qapamışdır ki, onlar torpaq məsələsini aralığa belə atmaq istəməz. Çünki belə bir halda onlar təqlid etdikləri müstəhidin əleyhinə qalxmış olacaqdırlar. İranda başqa bir hal vardır ki, o da bütün torpaqların hakimi olan padişahın kənd alması və özünü bilmülkdar şəklinə salmasıdır. Bu vəziyyətin özü də torpaq məsələsinin həll olunması işində əngəl törədir. Heç bir kəs bu məsələni aralığa atmağa cürət etmir. Çünki hərəkatın heç bir yerdən kömək ala bilməyəcəyini anlayır. Məsələn, bugünkü Məmmədəli Şahı götürmüş olursaq, yalnız Azərbaycanda 50-yə qədər kənd almışdır. O, bir tərəfdən padişah, o biri tərəfdən də böyük mülkdardır. Bunun üçün də İranda başlanacaq üsyanlara və torpaq üstündə çıxacaq hər bir hərəkata qarşı güclü bir qüvvə qoyulur. Padişah, ruhani və mülkdar. Bu səbəbdən də İrandakı torpaq məsələsini Avropada başlanmış torpaq ixtilafı ilə müqayisə etmək çətindir. Nina əllərini bir-birinə vurub dedi: İran xalqı nə qədər avam və məzlum xalq imiş. Sonra yenə də mənə müraciətlə sözünə davam etdi. Əbəs yerə siz deyirsiniz ki, mən inqilabın səbəblərini bilmirəm. Siz İranı yaxşı tanıyırmışsınız. Sizin məlumatınız heç də tacir biliyinə bənzəmir. Məncə tacir heç vaxt bu kimi incə nöqtələrlə maraqlanmaz. Tacir ancaq iki şeyi bilər. O da zərər, bir də mənfəət. Siz isə siyasi məsələlərdən danışırsınız. Mən kim və nəçə olduğumu isbat etmək üçün sizi rahatsız etməyəcəyəm. Mən İran tacirləri ilə çox görüşmüşəm. Onların çoxu da məşrutəçi sosial-demokratlardır. Bunu başqaları da mənə söyləmişdir. Mən eşitdim ki, hətta inqilabın rəhbərliyi də proletar əlində deyildir. Mən bu cür alış-verişçi inqilabçıların sosial-demokratlığı öz mənafeylərinə uyğun bir şəklə salmaq istədiklərini də eşitmişəm. Əlbəttə, bu kimiləri torpaq inqilabı baş verdiyi zaman İran kəndlisini həm atar, üstəlik sata da bilər. Əcəba, həqiqi inqilabçılar nə işə məşğuldur? Deyə bilmirəm.
onların içərisində olmamışam. Mən ancaq bunu deməliyəm ki, bu inqilaba yalnız sosial demokratlar deyil, onlarla heç bir əlaqəsi olmayan ünsürlər də qoşulmuşdur. Nə üçün? Əcəba bunları həqiqi sosial demokratlar nə üçün öz sıralarına buraxır? İnqilabçıların məncə bu cür işləri araşdırmağa vaxtı ola bilməz. İnqilabçı sosial demokratlarla əlaqəsi olmayan xırda burjuvaziya belə bu inqilaba qoşulmuş hərəkatın güclənməsinə yardım etmişdir. Hətta şahdan, ya yerli hökumətdən, ya ziddi inqilab sırasında gedən nüfuzlu adamlardan da narazı qalanlar Səttarxan hərəkatına yardım etmişdir. Ola bilməz. Hər yerdə olduğu kimi burada da olurmuş. Məsələn, mən belə bir şey eşitdim. İndi icazə varsa eşitdiklərimdən birini deyim. İndiki padişah biraz əvvəl Təbrizdə vəliəhd olduğu zaman Mirmənaf adlı məşhur bir sərrafın kiçik oğlunu apartdırıb namusuna toxunmuşdu. Mirmənaf böyük tayfalı bir adamdır. Bunlar Məmməd Əlidən intiqam almaq üçün əlverişli bir vaxtı gözləyirdilər. Nəhayət o vaxt yetişdi. Kütlələr Məmməd Əliyə qarşı üsyan qaldırdılar. Mirmənaf da öz tayfası ilə bərabər bu hərəkətə qoşuldu. Doğrusu, mən bu məsələ ilə çox maraqlanıram. Təbrizə getsəm, bunu lazımi qədər öyrənməyə çalışacağam. Amma deyilənlərə görə hazırda inqilab genişləndiyi və ümumi mənafeyi yerindən sarsıtdığı üçün Mirmənafla bərabər bir çox xırda burjuvaziya və ruhanilər də zidd inqilab qərargahına keçmişlər. Burasını da Təbrizdə öyrənməliyik. Hər halda mən indi bilirəm ki, bu inqilab çox maraqlı bir şeydir. Söhbət çox dərin getmişdi. Mən hiss edirdim ki, qızların düşüncəsi bu sözləri əhatə edə bilmir və mənimsəməkdə aciz qalır. Çünki Nina çox dərin düşüncəyə dalmışdı. Mərəd şəhəri görünürdü. Hər birimiz şəhərin ətrafını, bağlarını və şəhərdən kənar xırda məhəllələri gözdən keçirirdik. Söhbətin arası kəsilmişdi. Küçələrə girdikdə kiçik-böyük faytonumuzun ətrafına toplanmışdı. Yorğun atlar çox yavaş gedirdi. Bizi müşayiət edən küçə adamları faytonla ayaqlaşıb bərabər gedə bilərdilər. Çox qəribə səslər eşidirdik. Məmməd ağa, matuşkalara bax! Ağa bala qoyma gəldi! Abi ağa, bətər vizatdır ha! Məmməd ağa, əsl mən deyəndir. Bu cür səslərdən çox eşidirdik. Eşidilən səslər göstərirdi ki, Mərəd şəhrində Ağabala, Məmməd ağa və Böyük ağa adını daşımaq çox böyük adətdir. Bizi Şucanizamın mehmanxanasına qədər yola saldılar. Əşyalarımızı götürüb pillədən yuxarı çıxancaya qədər matuşkaya bax səsini eşidirdik. Mehmanxana çox təmiz deyildi. Lakin yenə də rahat olmaq üçün əlverişli idi. 2 otaq götürdük. Şam etmək və çay içmək üçün qızlar da mənim otağımda idilər. Samavar qaynaya-qaynaya gətirildi. Çaya lazım olacaq şeylərin hər birini fərqli adamlar gətirirdi. Şeyləri gətirənlərin hər biri müəyyən bir söz soruşmamış geri qayıtmırdı. Örtülü istintaq bitəndən sonra biz çay içməyə başladıq. Fəqət yenə də qapını açıb örtənlər vardı. Bunların hamısı Mərənd valisi Şucanizamın xəfiyyələri idilər. Təbrizə nə kimi adamlar getdiyini öyrənməyə çalışırdılar. Çaydan və yeməkdən sonra mədarişləri də yoxlamağa gəldilər. Qabaqca qızlar öz mədarişlərini verdilər. Mədarix yığanlar oxuya bilmirdi. Oxumaq üçün mənə təklif etdilər. Oxudum. Rus konsulxanasına getdiklərini söylədim. Ehtiram etdilər. Başlarını əyib əfv edin deyə bayıra çıxdılar. Mənim mədarikimi soruşmadıkları kimi daha qapını da tez-tez açıb baxmaqdan vaz keçdilər. Səhər tezdən qalxıb yola düşmək lazım idi. Axşam yeməyini saat 10-da bitirib yatmağa hazırlaşdıq. Qızların otağı möhkəmdir. Mənim otağımla yan-yana idi. Qorxmurdular. Qapını içəridən bağlayıb yatdılar. Otaqların kirayəsini və yemək xərcini axşamdan verib otağımıza qapandıq. İnqilab məntəqəsində. Mərəd şəhəri ilə Təbriz arasındakı yolun şəkli büsbütün başqa idi. Bu yol Mərəd, Xoy, Səlmas, Urmu və Qaradağ mahalı ilə Azərbaycanın mərkəzi olan Təbriz şəhərini bitişdirən işlək bir yoldur. Yol at, qatır, uzunqulaq, dəvə və araba kərvanları ilə doludur. Faytonumuz o tərəf bu tərəfə burulmaqla bu sıx kərvanları
yarıb keçməyə məcbur olur. Karvan xalqindən bəziləri inqilab mahnıları oxuyurdular. Bu isə həmin yerlərdə artıq inqilabçıların nüfuzları olduğunu göstərirdi. Mərəd şəhrindən uzaqlaşdıqca, Şüca Nizamın nüfuz dairəsindən ayrıldıqca bu kimi mahnıları tez-tez eşidirdik. Kitabın adı Dumanlı Təbriz. Yazar Məhəmməd Səid Ordubadi. Hazırlayan Nurullah Purşərif. Bu bölümdə səsləndirdilər: Ravi Siyavəş Tufarqanlı, Nina Saray Tahiri, İrayda Elnarə, düzənləyən Səccad Müslimi. Bizim axağa qatılmaqla işimizin ardını tutmaqda bizə dəstək olun. Axağımızın adresi Dastanca, D-A-S-T-A-N-C-A